Müheymin 2-ci cild. Təhqiq, tərcümə və təlif Mürşid Yusufoğlu. Oruz kitabı. Ramazanda gündüz vaxtı zövcəsi ilə cima edən kimsənin kəffarəsi babı. Məlik İbn Şihabdan, Hümeyd İbn Abdurrahman İbn Afdan, Əbu Xureyrədən. Bir kişi Ramazanda gündüz vaxtı iftar etdi və Rasulullah sallallahu aleyhi və səlləm ona əmr etdi ki, bir qul azad etmək və ya ard-arda 2 ay oruç tutmaq və ya 60 miskini doyurmaqla kəffarə etsin. O kişi dedi, mən bunların heç birini etməyə özümdə güc və imkan tapmıram. Elə bu zaman Rasulullah sallallahu aleyhi və səlləmə böyük bir qabda xurma gətirildi və o dedi, bunu götür və onunla sədəqə et. O dedi, ya Rasulullah, ona məndən daha çox ehtiyacı olan birini tapmıram. Rasulullah sallallahu aleyhi və səlləm azı dişləri görünənə dək güldü, sonra dedi, onu sən ye. Məlik 815. Digər bir rəvayətdə bizə Sufyan danışdı dedi, bizə Zuhri danışdı və mən də onu ondan hifz etdim, əzbərlədim. O dedi, mənə Hümeyd İbn Abdurrahman xəbər verdi Əbu Xureyrədən. Bir dəfə bir kişi Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəldi və dedi, ya Rasulullah, həlak oldum. O dedi, sənə nə olub? O dedi, Ramazanda gündüz vaxtı qadınımla yaxınlıq etmişəm. Nəbi sallallahu aleyhi və səlləm ona dedi, bir qul azad edə bilərsənmi? O dedi, xeyr. O dedi, 2 ay ard-arda oruç tuta bilərsənmi? O dedi, xeyr. O dedi, 60 miskini yedirə bilərsənmi? O dedi, xeyr. Bunu etməyə özümdə mal tapa bilmirəm. Nəbi sallallahu aleyhi və səlləm ona dedi, otur. O oturdu. O bu halda ikən birdən Nəbi sallallahu aleyhi və səlləmə içində xurma olan araq gətirildi. Araq böyük bir səbətdir. Nəbi sallallahu aleyhi və səlləm ona dedi, get bunu sədəqə et. O dedi, ya Rasulullah, bizdən daha fəqir birinəmi? Səni haqq ilə göndərənə and olsun ki, Mədinənin 2 daşlıq ərazisi arasında bizdən daha fəqir bir ev əhli yoxdur. Əbu Xureyrə dedi, Rasulullah sallallahu aleyhi və səlləm azı dişləri görünənə dək güldü. Bəlkə də Sufyan belə dedi, arxa dişləri. Sonra Rasulullah sallallahu aleyhi və səlləm dedi, get və onu əhlinə yedir. Hümeydi 1038. Digər bir rəvayətdə bizə Əbulyəmən danışdı, bizə Şuayb xəbər verdi, Zuhridən dedi. Mənə Hümeyd İbn Abdurrahman xəbər verdi ki, Əbu Xureyrə radiyallahu anhu demişdir. Bir dəfə biz Rasulullah sallallahu aleyhi və səlləmin yanında oturmuşduq. Birdən bir kişi onun yanına gəldi və dedi, ya Rasulullah, həlak oldum. O dedi, sənə nə olub? O dedi, oruclu ikən qadınımla yaxınlıq etmişəm. Rasulullah sallallahu aleyhi və səlləm dedi, azad etməyə bir kölə tapa bilərsənmi? O dedi, xeyr. O dedi, 2 ay ard-arda oruç tuta bilərsənmi? O dedi, xeyr. O dedi, 60 miskini doyuracaq yemək tapıb onları yedirə bilərsənmi? O dedi, xeyr. Bundan sonra Nəbi sallallahu aleyhi və səlləm bir müddət gözlədi. Biz bu vəziyyətdə ikən birdən Nəbi sallallahu aleyhi və səlləmə içində xurma olan bir araq gətirildi. Araq səbətdir. Nəbi sallallahu aleyhi və səlləm dedi, sual verən hanı? O dedi, mənəm. O dedi, götür və onu sədəqə et. O kişi dedi, ya Rasulullah, məndən daha fəqirinəmi? Vallahi onun 2 daşı Mədinənin 2 daşlıq ərazisini qəsd edirdi. Arasında mənim ev əhlimdən daha fəqir bir ev əhli yoxdur. Nəbi sallallahu aleyhi və səlləm azı dişləri görünənə dək güldü, sonra dedi, onu öz əhlinə yedir. Buxari 1936. Digər bir rəvayətdə bizə Əhməd İbn Yunus danışdı, bizə İbrahim İbn Səəd danışdı, bizə İbn Şihab danışdı, Hümeyd İbn Abdurrahmandan, Əbu Xureyrə radiyallahu anhudan dedi. Bir dəfə bir kişi Nəbi sallallahu aleyhi və səlləmin yanına gəlib dedi, ya Rasulullah, həlak oldum. Rasulullah sallallahu aleyhi və səlləm dedi, nəyə görə həlak oldun? O dedi,
Ramazanda oruclu ikən zövcəmlə yaxınlıq etmişəm. Rasulullah sallallahu aleyhi və səlləm dedi, elə isə bir kölə azad et. O dedi, məndə kölə azad etməyə imkan yoxdur. Rasulullah sallallahu aleyhi və səlləm dedi, onda 2 ay ard-arda oruç tut. Dedi, bacarmıram. Rasulullah sallallahu aleyhi və səlləm dedi, onda 60 kasıb yedir. Dedi, 60 kasıbı yedirməyə də bir şey tapmıram. Bir müddət sonra Nəbi sallallahu aleyhi və səlləmə içində xurma olan bir araq, böyük səbət gətirdilər. Rasulullah sallallahu aleyhi və səlləm dedi, sual verən adam hardadır? O dedi, budur, mən buradayam. Rasulullah sallallahu aleyhi və səlləm dedi, götür bunu sədəqə ver. O dedi, məndən daha ehtiyacı olan birinə verim, ya Rasulullah. Sənə haqq ilə göndərənə and olsun ki, Mədinənin 2 daş kəsəkli sahəsi arasında bizdən daha çox ehtiyaclı bir ev əhli yoxdur. Nəbi sallallahu aleyhi və səlləm azı dişləri görünənə də güldü, sonra dedi, elə isə bu sədəqənin veriləcəyi ailə sizsiniz. Buxari 5368. Digər bir rəvayətdə bizə Quteybə danışdı, bizə Leys danışdı, bizə İbn Şihabdan, Hümeyd ibn Abdurrahmandan, Əbu Hüreyrə radiyallahu anhudan. Bir kişi Ramazanda gündüz vaxtı qadını ilə yaxınlıq etdi və Rasulullah sallallahu aleyhi və səlləmdən bu barədə fətva istədi. O dedi, bir qul azad etməyə özündə mal tapa bilərsənmi? O dedi, xeyr. O dedi, 2 ay ard-arda oruç tuta bilərsənmi? O dedi, xeyr. O dedi, onda 60 miskini yedir. Buxari 6821. Hədisi Məlik, Hümeydi, Əbu Bəkr ibn Əbi Şeybə, Əhməd, Darimi, Buxari, Muslim, Əbu Davud, Nəsai, İbn Macə, Tirmizi, İbn Xuzeymə, Əbu Yələ, İbn Hibban, İbn Cərud və Əbu Avanə rəvayət etmişdir. Bizə Muhammed ibn Rum ibn Muhacir danışdı. Bizə Leys xəbər verdi Yahya ibn Saiddən, Abdurrahman ibn Qasimdən, Muhammed ibn Cəfər ibn Zübeyrdən, Abbət ibn Abdullah İbn Zübeyrdən, Ayşə radiyallahu anhadan o demişdir. Bir dəfə bir kişi Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəldi və dedi, ya Rasulullah, yandım. Rasulullah sallallahu aleyhi və səlləm dedi, niyə? Həmin adam dedi, mən gündüz vaxtı əhlimlə, zövcəmlə cinsi əlaqə etdim. Rasulullah sallallahu aleyhi və səlləm ona dedi, bunun kəffarəsi olaraq sədəqə ver, sədəqə ver. O dedi, məndə sədəqə etməyə heç bir şey yoxdur. Rasulullah sallallahu aleyhi və səlləm ona orada oturmağı əmr etdi. Biraz sonra onun yanına içində yemək olan 2 səbət gəldi və Rasulullah sallallahu aleyhi və səlləm ona onu sədəqə etməyə əmr etdi. Bizə Muhammed ibn Musannə danışdı. Bizə Abdülvahhab Əs-Səqafi xəbər verdi. Dedi, Yahya ibn Səidi eşitdim deyirdi. Mənə Abdurrahman ibn Qasim xəbər verdi ki, Muhammed ibn Cəfər ibn Zübeyr ona xəbər verdi ki, Abbət ibn Abdullah ibn Zübeyr ona danışdı ki, o, Ayşə radiyallahu anhəni eşitmişdir, o deyirdi. Bir kişi Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəldi, hədisi zikr etdi və o hədisin əvvəlində sədəqə et və onun gündüz vaxtı sözü yoxdur. Mənə Əbu Tahir danışdı, bizə İbn Vahab xəbər verdi, mənə Amr ibn Xaris xəbər verdi ki, Abdurrahman ibn Qasim ona danışdı ki, Muhammed ibn Cəfər ibn Zübeyr ona danışdı ki, Abbət ibn Abdullah ibn Zübeyr ona danışdı ki, o, Nəbi sallallahu aleyhi və səlləmin zövcəsi Ayşəni eşitmişdir, o deyirdi. Ramazanda bir kişi məsciddə Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəldi və dedi, ya Rasulullah, yandım, yandım. Rasulullah sallallahu aleyhi və səlləm ondan soruşdu, ona nə olub? Həmin adam dedi, mən gündüz vaxtı əhlimlə, zövcəmlə cinsi əlaqə etdim. O dedi, sədəqə ver. O dedi, vallahi, ya Nəbi Allah, mənim heç nəyim yoxdur və mən ona güc çatdırmıram. Rasulullah sallallahu aleyhi və səlləm ona dedi, otur. O da oturdu. O bu halda ikən bir kişi yemək, ərzaq yüklü bir ulağı sürüb gətirdi. Rasulullah sallallahu aleyhi və səlləm dedi, bayaq yanan o kişi hardadır? Həmin kişi ayağa qalxdı. Rasulullah sallallahu aleyhi və səlləm ona dedi, bunu kəffarə olaraq sədəqə ver. O kişi dedi, ya Rasulullah, bizdən başqasına mı?
Vallahi heç şübhəsiz ki, biz acıq və heç nəyimiz yoxdur. Rasulullah sallallahu aleyhi və səlləm dedi, elə isə onu siz yeyin. Muslim 2570-2572. Digər bir rəvayətdə bizə İsa İbni Həmməd xəbər verdi, dedi. Bizə Leys xəbər verdi, Yahya İbni Səiddən, Abdurrahman İbni Qasimdən, Muhammed İbni Cəfər İbni Zübeyrdən, Abbət İbni Abdullah İbni Zübeyrdən, Ayşədən dedi. Bir kişi Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəlib dedi, yandım. Sonra dedi, mən Ramazanda gündüz vaxtı qadınımla yaxınlıq etmişəm. Rasulullah sallallahu aleyhi və səlləm ona dedi, sədəqə ver, sədəqə ver. O dedi, məndə heç bir şey yoxdur. O ona orada qalmağa əmr etdi. Sonra onun yanına içində yemək olan bir səbət gəldi. O da ona sədəqə etməyə əmr etdi. Nəsai Əl-Kubra 3098. Hədisə Əbu Bakır İbn Əbi Şeybə, İshaq İbn Rahavi, Əhməd, Darimi, Buxari, Muslim, Əbu Davud, Nəsai İbn Xuzeymə, Əbu Yala, İbn Hibban və Əbu Əvanə rəvayət etmişdir.